Salam dostlar. Bu videoda sizə telefonda və ya kompüterdə yeni Gmail hesabının necə açıldığını addım-addım göstərəcəyim. Əgər siz də özünüzə yeni Gmail yaratmaq istəyirsinizsə, videonu sona qədər izləyin. İlk olaraq Google Chrome brauzerini açırıq. Daha sonra axtarış hissəsinə Gmail yazırıq və qarşımıza çıxan rəsmi Google səhifəsinə daxil oluruq. Burada Create Account, yəni hesab yarat düyməsinə klik edirik. Sonra bizdən ad və soyad istəyəcək. Öz məlumatlarımızı yazırıq və davam edirik. Bundan sonra doğum tarixi və cinsiyyət seçilir. Növbəti hissədə Gmail adresi seçməliyik. Məsələn, adınızı və rəqəmləri istifadə edərək özünüzə uyğun e-mail yarada bilərsiniz. Əgər seçdiyiniz ad doludursa, Google sizə başqa variantlar təklif edəcək. Daha sonra güclü bir şifrə yazırıq. Şifrədə həm hərf, həm rəqəm istifadə etmək məsləhətdir. Sonra Next düyməsinə klik edirik. Bu mərhələdə telefon nömrəsi daxil edilir. Nömrəni yazdıqdan sonra telefona təsdiq kodu gələcək. Gələn kodu uyğun yerə yazırıq və hesabı təsdiqləyirik. İsteyə görə ehtiyat e-mail də əlavə etmək olar. Son olaraq Google-un qaydaları çıxacaq. I agree, yəni qəbul edirəm düyməsinə klik etdikdən sonra Gmail hesabınız hazır olacaq. Artıq Gmail vasitəsilə e-mail göndərə, YouTube-a daxil ola, Google Play və digər Google xidmətlərindən istifadə edə bilərsiniz. Əgər video faydalı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.